İlk öncə gündəmi zəbt edən Tərlanla Miro haqqında danışmaq istəyirəm. Şərh bölməsinə baxıram, görürəm ki, Tərlanla Mironu yıxıb sürürlər. Sizə sual vermək istəyirəm. Bu əmlakın adı Tərlan əmlakıdır, yoxsa Daşqın əmlakıdır? Daşqın əmlakın rəhbərliyi şəhid ailəsinə faizsiz ev hədiyyə eləyib və Tərlanla Miro deyib ki, gəlin qardaş, bunu işıqlandıraq. Tərlan da bunu işıqlandırıb. Bir il əvvəl Tərlan qumar saytlarının insanları uçuruma apardığı ilə bağlı bir video çarx çəkmişdi. Həmən çarxı çəkəndən sonra Tərlana zənglər olundu ki, bəs bu video çarxı səhifəndən silginən yoxsa sənin başın ağrıyacaq. Amma Tərlan bu təzyiqlərə baxmayaraq həmən video çarxı səhifəsindən silmədi və böyünə kimi də həmən video çarxı onun səhifəsində baxıb görə bilərsiniz. Keçdik digər məsələyə. Tərlanla Mirosa deməyib ki, məsələ qanunsuz pul verin. Ev alqı-satqısı mütləq notaros səviyyəsində olunmalıdır. Sizləri aldadan Tərlanı aldada bilməz və yaxud Mironu aldada bilməz. Bir çoxlarınız da bilirsiniz ki, onların da günahı yoxdur. Onları da çağırırlar, şəhid ailəsini işıqlandırıblar, efirə veriblər. Siz necə aldanmısınızsa, onlar da həmçinin. Pulu yəni başını buraxmısınız, yapışmısınız bu iki dənə blogerin canına. Mən də xəbərlərdə gördüm ki, onları şəhid ailəsinin evinə aparıblar, onları da aldadıblar. Yəni sizləri aldadan onları aldada bilməz. Onlar da sizin kimi bir insandır. Bir iki dənə barmaqla sayılası blogerlərimiz qalıb, onları da aradan götürmək istəyirsiniz.